Salam uşaqlar, bugünkü dərsimiz Qaraqoyunlu dövlətidir, yəni bir adla Baharlılar dövlətidir. Başlayaq dərsə, Qaraqoyunlu tayfaları Azərbaycan xalqının etnogenezində mühüm rol oynamış bir tayfadır. Bu Oğuz Türk məişət tayfa birinə daxil olan əsas tayfalardan idi və onun daxilinə daxil olan tayfalara baxaq. Ağacərlilər idi 5-ci əsrdə Azərbaycanda məskunlaşmış Monqol yürüşləri ərəfəsində Xalqar bölgəsini idarə edirdilər. Daha sonra Türkmənlər idi 7-ci əsrdə Azərbaycanda məskunlaşmağa başlamış Türklərin ikinci axını və yəni xalqların böyükləşməsi nəticəsində Sərdilər idi Naxçıvan və Sürməli bölgəsində yaşayırdılar və Baharlılar Qaraqoyunlu tayfa birliyinin və dövlətin yaranmasında mühüm rol oynamış tayfalardan idi. Böyük Səlcuq İmperiyasının dağılmasından sonra Oğuzların siyasi mərkəzini dəyişdilər, baş verdi, yəni mərkəzlərini itirdilər. Monqol yürüşləri nəticəsində Oğuz tayfalarının olan Qaraqoyunlular, Ağqoyunlular Qərbə doğru, yəni Şərqi Anadoluya göz etdilər. Sonralar Oğuz Türkmən boylarının yeni siyasi dirçəlişi aşağıda şamillər şərait yaratdı. Monqol hakimiyyətinin zəifləməsi, Teymurun Türk-Müsəlman dünyasının birləşməsi səbəbindən uğursuzluğa düçar olması bu prosesi daha da sürətləndirdi. İndi baxaq tayfa birliyinin, tayfanın yaranmasına. Bayram Xocalı hakimiyyəti dövründə, yəni 1375 və 1380-ci illərdə, 14-cü əsrin 70-ci illərdə Van gölü ətrafında Ərdişdə yaşayan Qaraqoyunlular Baharlı nəslindən olan Bayram Xocalı rəhbərliyi edirdi və Bayram Xoca Cəlalirli Sultanı Şeyx Üveysin Təbrizdəki sarayının nüfuz əmirlərindən biri idi və 14-cü əsrin sonlarında Van gölü ətrafında mərkəzi Van şəhəri olan Qaraqoyunlu bəyliyini yaratmış və hakimiyyətini Ərzincana, Sivasda Şərqi Anadolunun bir hissəsinə yaymışdı. İndi xəritədə də həmin yerləri göstərək. Mərkəzi Van olan bu ərazidir. Diqqətlə baxın, bu ərazidə onlar ilk əvvəllər yaranıblar. İlk əvvəllər tayfa birliyi bu ərazidə yaranıb. Diqqətlə baxsaq görəcəyik, yəni burada bir də göstərim sizə, bu ərazi. Yəni Van və Ərziş ərazisi. Ondan sonra biz görəcəyik ki, artıq ərazisini bütün hər yerə yaymağa nail ola bilir. Qara Məhəmmədin hakimiyyəti dövrünə baxaq, 1380 və 1389-cu illər Qaraqoyunlu bəyliyini möhkəmləndirmək üçün Cəlalirli hökmdarı Sultan Əhmədlə qohumla qələbəsi yaratdı. Mərkəzi Van şəhəri olan Qaraqoyunlu feodal hakimiyyətini qurdu. Bayaq bəylik idi, indi feodal hakimiyyət oldu. Azərbaycan və Təbriz onunla mübarizəyə qoşulsa da Əmir Teymurun yürüşləri səbəbilə o dövrdə ciddi uğur qazana bilməmişdi. İndi Qara Yusufa baxaq. Qara Yusuf 1389 və 1420-ci il hakimiyyət dövləti quran şəxslərdəndir. Qara Yusufun Teymuriləri Azərbaycandan qovmasına əsas baxaq. Yəni proses bu formada davam edəcək. Qara Yusuf Azərbaycanda möhkəmlər uğrunda mübarizəsi əsas rəqibləri Teymuri, Cəlalirli və Ağqoyunlular idi. Qara Yusufun Teymurilərə qarşı mübarizəsində isə Cəlalirli hökmdarı Sultan Əhmədlə ittifaq bağladı. Ağqoyunlu Qarayeli Osman bəyə müttəfiq təklif etdi, lakin onu qəbul etmədi Qarayeli Osman bəy. Qarayeli Osmanlı Sultanı İldırım Bəyazıt dostu münasibətini saxladı. Sonra 1394-cü ildə Bağdad döyüşündə Qara Yusuf və Sultan Əhmədin Teymurları məğlub olaraq İldırım Bəyazıta sığındılar. Bu zaman Əmir Teymur İldırım Bəyazıta məktub göndərərək Qara Yusuf təslim etməsini tələb etdi, lakin Sultan bu tələbi rədd etdi. Daha sonra Qara Yusuf, Sultan Əhməd Misir Sultana pənah apardılar və Misir Sultanı da Teymurun tələbi ilə onları nə elədi? Onları həbs elətdirdi. Bağdad ərazisində burada və yəni bu ərazidə baş vermiş döyüşdən söhbət gedir 1394-cü ildə. Daha sonra baxırıq Teymurun ölümündən sonra baş verən proseslərə. Qara Yusuf və Sultan Əhmədin həbsdən azad olunması və Teymura qarşı mübarizəni davam etdirməsi prosesləri var. 1406-cı ildə Naxçıvan yaxınlığında Arazçay sahilində Qara Yusuf Miranşahın oğlu Əbbəkiri məğlub etdi və 1408-ci ildə Təbriz yaxınlığında Sədrut döyüşündə Qara Yusuf Teymura Əbbəkiri tam məğlubiyyətə uğratdı. Miranşah öldürüldü. Teymur Azərbaycanın cənubundan qovuldu və onların Azərbaycan Dağlıq Torpağı hakimiyyətinə son qoyuldu. Azərbaycan Dağlıq Torpağı hakimiyyəti Qaraqoyunlular Baharların sonrasının hakimiyyətinə keçdi. Yəni bu döyüşlər də bu ərazilərdə baş verib. Bu ərazilərdə baş vermiş döyüşlər, Təbriz və Salmas ərazisi bu ərazilərdə baş verən döyüşlərdir. Demək olar ki, bu əraziləri əhatə edib. Daha sonra Qara Yusufun dövləti yaratmasına baxaq. Teymurun Azərbaycana qovulduqdan sonra Qara Yusuf ilə Sultan Əhməd arasında aşağıdakı bəzi səbəblərə görə münasibətlər pozuldu. Qara Yusuf Teymur üzərində qələbələri, Qara Yusufun bu şəhərlər arasında nüfuzun artması, yəni bu ərazilərdə nüfuzun artması və Sultan Əhmədin Həmədan yaylaqlarını ona verməsi tələbi Qara Yusufun bunu rədd etməsi onun arasında mübarizəsi səbəb oldu və 1410-cu ildə keçmiş müttəfiqlər olan Qara Yusuf və Sultan Əhməd arasında
Təbriz yaxınlığında Əsəd qəsəbəsində döyüş baş verdi. Sultan Əhməd öldürüldü. Cəlalilər dövləti süqut etdi. Kürdən cənubdakı Azərbaycan torpaqları, Şərqi Anadolu, Gürcistan şərq hissəsi, Qərbi İran, İraq Qara Yusifin nəzarətə keçdi. Azərbaycanda Ərəb İraqın bütün hakimləri Qara Yusif, Azərbaycandakı Ərəb İraqın bütün hakimləri Qara Yusifin hakimiyyətini qəbul etdi. Azərbaycanda Qara Yusifin mənsub olduğu Baharlı sülaləsi hakimiyyəti başladı. Yəni 1410-1468. Paytaxtı Təbriz olan Azərbaycan Qaraqoyunlu dövləti prosesi, Azərbaycan Qaraqoyunlu dövləti prosesi formalaşması prosesi başladı. Yəni bu ərazi, Təbriz əsas mərkəz idi. Biz də bildiyimiz kimi ilk dəfə Təbriz Rəvvadilər dövlətinin paytaxtı olmuşdur. Daha sonra Qaraqoyunlu dövlətinin yaranması Oğuzhan Azərbaycanda ətraf regionlarda siyasi hakimiyyəti yenidən bərqərar olundu. Qara Yusifin dövründə Qaraqoyunlu dövlətin ərazisinə daxil idi. Azərbaycan Kürd çayından cənubdakı torpaqları, Şərqi Anadolu və Ərəb İraqı. Qara Yusifin Azərbaycan əyanları və Qaraqoyunlular məclisində özünü deyil, Pirbidağlı Sultan elan edərək onun adına pul kəsdirdi. Lakin dövlətdə yüksək idarəçi öz əlində saxladı və bununla da Qara Yusif atlı qoşun yaratdı. Feodal daxili müharibələri zəiflətdi. Feodal əyanlarını öz tərəfləməklə onlara çoxu soyuqal, irsi torpaq yarımından öncə artıq bu irsi keçirdi, yəni soyuqal paylanmağa başladı. Daha sonra Qara Yusifin Şirvanşahları tabe etməsinə baxaq 1412-ci ildə Qara Yusif Azərbaycan torpaqlarını vahid halda birləşdirmək üçün Şirvanşahlar dövlətini tabe etməyə çalışdı. Lakin Şirvanşah 1-ci İbrahim, Şəki hakimi Seyid Əhməd və Qaxetə Çarı Konstantinlə birlikdə Qara Yusifə qarşı ittifaq bağladı. Qara Yusif İbrahim arasında qarşılaşma səbəbləri isə bunlar idi. 1-ci İbrahim 1407-ci ildə Gürcü hökmdarını məğlub edib hakimiyyətini Şərqi Gürcistana yayması və regionda mövqeyini möhkəmləndirməsi, daha sonra Təbriz döyüşündə, yəni Əsəd döyüşündə 1-ci İbrahim Sultan Əhmədə müdafiə etməsi və 1-ci İbrahimin oğlu Kəymüsərin Sultan Əhmədə köməyə göndərməsi, İbrahim Qara Yusuf barışıq təklifini və ittifaq təklifini rədd etməsi buna səbəblərdəndir. 1412-ci ildə Kürd çayı sahilində baş verən döyüşdə 1-ci İbrahim və müttəfiq Qara Yusuf məğlub olaraq əsir düşdülər. Qara Yusuf əsir düşən Gürcü sarı və Ütüsüyən edam olundu. Lakin 1-ci İbrahim Təbriz sənətkarları və tacirlərin Qara Yusufə 1200 tümən ödəmək şərti ilə azad olundu. Qaraqoyunlu dövləti ali hakimiyyətini qəbul etdi. Beləliklə Qara Yusuf öz hakimiyyətini Azərbaycanın şimalına da yaya bildi. Yəni Şirvanşahlar dövlətini özü də as vəziyyətə saldı. İndi 15-ci əsrin 20-30-cu ildə Teymurlarla mübarizəyə baxaq. Baharlı sülaləsi Azərbaycan hökumət olundu. Teymur hökmdarı Şahruxla qarşı durmalı oldu. Yəni onunla mübarizə aparmağa məcbur oldu. Şahruxun Azərbaycanın yürüşlərinin səbəbləri bunlar idi. Şahrux Qaraqoyunlu dövlətin yüksəlişi narahat edirdi. Qara Yusuf bütün Azərbaycan ərazisinin ələ keçirməsi bu narahatçılıqlardan biri idi və Qara Yusufun Sultaniyə və Qəzvini Teymurlardan geri alması da buna əsas səbəblərdəndir. Şahın Qaraqala müharibəsi müttəfiqləri isə Şirvanşahlar dövləti Şirvanşah 1-ci Xəlilullah və Ağqoyunlu feodal hakimliyi idi. Şahrux Qara Yusuf bir neçə döyüşdə uğur qazanan, Şahrux Qara Yusuf arasında bir neçə döyüşdə uğur qazanılmadı və 1420-ci il hadisələrində isə Şahrux Azərbaycana yürüş etdi. Qara Yusuf öz ordusu ilə ona qarşı hərəkət etdi, lakin yoldakən döyüş ərəfəsində xəstələnərək vəfat etdi. Yəni döyüşdə yox, döyüş ərəfəsində, döyüş olmamışdan qabaq. Qaraqoyunlu qoşunu başsız qalaraq dağıldı və Şahrux müqavimətsiz Qarabağı tutdu. Şirvanşah 1-ci Xəlilullah Şahruxla ittifaqa girdi. Qara İskəndər hakimiyyətinə baxaq 1420 və 1436-cı il. Qara Yusufun yerinə gələn oğlu Qara İskəndər Teymurla müharibə davam etdirdi. 1421-ci ildə Alaşkət vadisi yaxınlıqda döyüşdü. Teymur qoşunları qalib gəldi. Şahrux Azərbaycana müvəqqəti hakimiyyətini quraraq ölkəsinə qayıtdı, lakin Şahrux atası Əmir Teymurdan fərqli olaraq bu siyasəti yeridirdi. Zəbt etdiyi ərazilərdə daim qoşun saxlamırdı və hakimiyyətin yerli hakimlərə həvalə etmək üçün xərac almaqla kifayətlənirdi. Sonra 1435-ci il hadisələrinə baxaq. Şahir növbəti dəfə Azərbaycana yürüş edərək 1435-ci ildə Təbriz yaxınlığında döyüşdə qalib gəldi və İskəndəri taxtdan saldı. Azərbaycan idarəsini Qara Yusufun kiçik oğlu Cahanşaha tapşırdı. Cahanşahın hakimiyyəti dövrünə diqqət edək. 1436 və 1447-ci illərdə Teymurların vasitələri kimi idarə etdi. Şahruxun ölümündən sonra, yəni 1447-ci ildə müstəqil siyasət yürütdü. Şirvanşahlar dövlətlə bunun arasında gərginliklər yarandı. İki siyasətdə əsas rəqib olan Qaraqoyunlu mübarizələrdə uğursuz oldu. Qara Yusuf kimi Osmanlı dövləti ilə dostluq münasibəti saxladı. Teymurlarla isə mübarizəni davam etdirdi. Cahanşahın genişlənmə siyasəti də var. Bu daha çox 15-ci əsrin 50-ci Teymur şəhərləri arasında daxil çəkmələrdən istifadə edərək İranın mərkəzi şərqi, Ərəb İraqını, İsfahan, Qum şəhərini, Yezd və Kürmanı ələ keçirdi. 1458-ci ildə Herat tutaraq Teymurların taxtına oturdu. Lakin köçəri əmirlərin dəstəyi ilə oğlu Həsən Əli Təbrizdə
Bebdanasa Bağdadda üsyan qaldırması onu 1459-cu ildə Teymur hökmdarı Büsəyd ilə sülh bağlayıb geri qayıtmağa məcbur etdi və üsyanı özü yatırdı. Digər siyasi addımlara baxaq. Səfəvilər Ərdəbil hakimi ilə mübarizə apardı. Səfəvilər nüfusun güclənməsindən narahat olduğu üçün Şeyx Cüneyddən Ərdəbili tərk etməyi tələb etdi və 1460-cı ildə Səfəvilər Şirvana, Dağıstana hücum edərək Şirvanşah 1-ci Xərullaha kömək etdi. Cahanşahın dövləti möhkəmləri üçün həyata keçirdiyi tədbirlər isə bunlar idi. Oturaq əhali və iri tacirlərin arxalaraq mərkəzi hakimiyyətə tabe olmayan yarım köçər əmirlərə qarşı mübarizə apardı. Hərbi islahatlar həyata keçirdi. Orada güclü, möhkəm intizam yaratdı. Bundan əlavə Osmanlı Sultanı II. Məhəmməd Cahanşah ərəb və əcəm xalqlarının sultanı, deyilən və türk sultanlarının sahibi adlanırdı. Qaraqoyun dövlətinin süqutuna baxaq. 1467-də baş verən mülk döyüşü nəticəsində Uzun Həsən Cahanşahı məğlub edərək onu öldürdü. Qaraqoyun dövləti tənəzzülü sürətləndi və 1468-də Uzun Həsən sonuncu Qaraqoyunlu hökmdarə sənədə qalib gələrək Təbrizi tutdu və Qaraqoyunlu dövləti süqutu olaraq onun yerində Ağqoyunlu dövləti yaranmağa başladı. Xəritə budur. Ərazisi qırıq-qırıq xəttlərlə göstərilən ərazidir. Yəni təxminən buranı nəzərdə tutub, bu ərazilər Qaraqoyunlu dövlətinin Şirvanşahda daxil nüfuzunun yetdiyi ərazilərdir və paytaxt Təbriz şəhər olmuşdur. Sonracan döyüşlərin yerləri var. Məsələn, Muş döyüşü olsun, Muş ərazisindədir. Ondan əlavə məsələn ilk mərkəzi feodal hakimlik və tayfa birliyi vaxtı Van şəhəridir. Daha sonra Yezdi, Kirmanı, Şirazı və əraziləri tutmasıdır. Daha sonra oxlarla göstərilib Heratı tutmasıdır və Teymur ərazisi taxtında oturmasıdır. Yəni bunların hamısı xəritdə qeyd olunub. Diqqətlə baxıb öyrənmək olar. Ümidvaram sizin üçün faydalı olar. Oldu, çox sağ olun.